Çölün tam ortasında, qumların sonsuz dünyasının içində, günəş güya bir cavidan saat kimi asmana çalınıb. Bir şəhər var ki, tarixi suvaqlı divarları kimin çatlayıb, amma hələ də sağ-salim durub. Yezd, o şəhər ki, badgirləri yerin nəfəsini çalır. Dar və əyri küçələrində zaman sanki dayanıb. Yezd tənha bir şəhər deyil, bəlkə tufanlara qarşı direnç göstərmişlərin axırın pənahgahıdır. Zərtoşlilərin mənəvi paytaxtı, o yerdə ki, atəşkədənin şöləsi qərinlərdir, sönməyib. Yezd bir şəhərdir ki, onun dar və palçıqlı küçələrində fərqli qovmların səsi gəlir. Müsəlmanlar, Yəhudilər, Zərtoşdilər, bu əqvam qərinlərdir ki, yan-yana bu şəhərdə həyatlarını yaşırlar. Bu həmzisti Yezdi bir müəmmalı şəhrə dönüşdürüb. Güya yerlə göyün arasında bir sırada dayanmışdır. Amma bu torpaqlar hər zaman aram olmayıb. Ərəb sipahiləri İrana yürüş gətirəndə Yezd axərin müqavimət qəl'ələrinin biri olub və çölün ortasındakı kətlərdə bir acı əfsanə dolaşır. Rivayət edirlər, buranın qızları düşmənin əlinə düşməmək üçün özlərini öz əllərindən çor quyulara salıblar. Susqun qurbanlar, iman, namus üçün fəda olanlar. Böyün qızlar quyusu o qəhrəman qızların yadigarıdır. Bu torpaq qanın, göz yaşının və şölənin əfsanəsini özündən taşıyır. Gedirik 3000 öncəyə. İranın ürəyindən bir kişi çıxıb, nidayı azadi verib. O kişinin adı Zərtoştidir. O, minlərcə butun və tanrının arasından çıxıb və onlara yox deyib və deyib ki, tək bir tanrı var, o da Ahura Mazda. Xirədin, nurun və doğruluğun tanrısı. Bu səs tarixin köklərini çalxalayıb. Çünki İranlılar 1000 il Həzrəti Məsihdən qabaq yekta Tanrının səsini eşidiblər. İranlılar dünyada hər kəsdən öncə tək bir Tanrıya inanıb və minlərcə bütün arasından asmanı bir adla səsləyib, Ahura Mazda. Zərtuştun sözləri sadə amma çox dərindir. Yaxşı fikir, yaxşı söz, yaxşı əməl. Zərtuşt üçün dünya əbədi bir döyüş içindədir. Yaxşılıqdan pisliğin döyüşü. Amma adam bu meydanda sərbazdır və onun seçim haqqı var. Ya yaxşılıq yolunu seçər və ya qaranlıq səfində yer tutar.
və bu həman amuzədir ki, bu dini indiyə qədər saxlayıb. Seçim, azadlığı və onun verdiyi məsuliyyət. Amma doğum inancı bu dində nə cürdür? Zərtoş dininə görə doğum tənha bir uşağın dünyaya gəlişi deyil, bəlkə onun nurla birləşməyidir. Bir uşaq dünyaya gözlərini açdığı zaman onu dualarla atəşə göstərirlər. Atəş ibadət üçün deyil, bəlkə dünyaya gələn uşağın ruhunu nurla birləşdirməkdən ötürüdür. Zərtoş dinində uşaqlar bu dində 3 əsli öyrənirlər. Yaxşı fikir, yaxşı söz, yaxşı əməl. Evlilik. Evlilik bu dində iki ruhun birləşməyidir, atəş huzurunda. Qızla oğlan atəş qarşısında oturub, mobid peyvənd duasını oxuyur. Sonra qızla oğlanın əllərini ağ rubanla bağlırlar. Sədaqətin, paklığın və odun aydınlığının nişanəsi olaraq. Bu evlilik təkcə iki insanın arasında deyil, bəlkə onların ailələri, cəmiyyətləri və hətta insanla ahuramazdar arasındadır. آتش روشن نمی‌کنیم و یک درخت واقعا مقدسیه. وقتی عروسی هم که میشه برای خونه‌هایی که می‌خوایم عروس و داماد یه شاخه‌ای از اینا می‌کنیم با آویشن. میذاریم با یه انار شیرین میذاریم بغل عروس که این نشونش کردیم برای پسرمون. قبل اینکه حالا نمیدونم مراسم عقد اینا انجام بدیم نشونش کردی. خواستگاری قدیما اون کارو میکردن یا همین الان هم کارو میکنی؟ الان هم میکنیم. اینجا باشه میکنیم میفرستیم مثلا تهران، اگه تهران داشته باشن هیچ. عجب. نشونه سرسبز. Bayramlar. Zərtoştilər üçün həyat nur yoludur. Bunun üçün şadlıqları tənha şənlik deyil, bəlkə yaxçıların kötülüğə zəfəridir. Noruz, baharın başlanğıcı, günəşin şökəti və yerin nəfəs çəkməsi. Bu ayin Zərtoş dinində minlər ildir görülüb. İranlıların cavdanigisi və Zərtoştun ruhu için. Çillə gecəsi, uzun bir gecə ki, İranlılar atəş kənarında surudlar oxuyub, qaranlığa qarşı gəlib. Mehriqan, günəşin furuğuna şükür, sədə, müqəddəs atəşin yadigarına ehtiram üçün. Hər şənlik nə fəqət bir ayin, bəlkə bir işıqdır qaranlığa qarşı. İranlılar tək Tanrıya inanaraq həyatı cəşn tuturdular. Və amma ölüm. Zərtoş dinində ölüm bir axır deyil. Bəlkə iki dünyanın arasında
bir geçikdir. Zərtuşluların inancına görə ruh ölümdən 3 gün sonra cansız bədənin üstünə gəlib, tüm yaşadıqlarını ayna təkin görür. Bu 3 gündə ölünün yanında atəş yaxırlar ta ruhun işığı olsun. Əvəzdə oxuyurlar ta ruhun qaranlıqdan amanda saxlasınlar. Sonra ruh Çinut köprüsünə gedir. Nazik bir köprü bu dünyadan axirət dünyasının arasında. Neçə adamlar o köprünü bağ-bağça görür, amma kötü və pis adamlar qaranlığa düşər. Onun üçün zərtoşdular bədənləri yerlərə qoymazdılar. Dəxmələrə götürüb ta yırtıcı quşlar onları yesin. Sonra qalan sümükləri dəxmənin ortasına qoyurdular. Bu çərxə səbəb olurdu ki, yer, su və atəş aludə olmasın. Zərtoştilər üçün ölüm qorxulu deyil, bəlkə işıq bir yoldur. Nur və cavdaniginin yolu. O yer ki, düzlük padaşını alır. Bu günlər İranda zərtoştilər çox az qalıblar. Yazd və Kermanın küçələrində atəşkədələr hala da var, amma sayları get-gedə azalır. Onlar ictimai və siyasi çətinlikləri var. Təbizlər, məhdudiyyətlər və mühacirətlər onları çox yorub. Amma hala da o şölənin yanar tutublar. Həmişə gecələri nurlandıran o atəş. Çoxları soruşur bu din həqiqətdir ya əfsanə? Zərtoşt ilahi peyğəmbər idi ya böyük bir filsuf? Cavablar fərqlidir, amma bir şey qətidir. Bu din çəvirin qəlbindən qalxıb, İran tarixinin nəbzində hala da vurur. Sonunda hər şey gəyidir şöləyə. Şölə ki, təhcə atəşkədələrdə deyil, adamların qəlbində də yanır. Onlar ki, ən qaranlıq gecələrdə sepidə umidinlə yatırlar.